Mən istəyirəm ki, bütün dünyada sülh olsun və sənin haqqına mən heç vaxt girə bilmərəm. Ona görə 12 pay Azərbaycandan sənə. Birindeydi. Əslində bir qazi qızı və general nəvəsi olduğum üçün və bu... Mən peşman deyiləm hərəkətimə görə. Prezidentimizin qurduğu həmin o sülh siyasətin arxasıca gedirəm. Bu Samiri əfəndisiz, layaqətsiz Azərbaycan xalqını təhqir edib. Deyək ki, bu 13 xalı verməklə Qazaxıstanda bir yarışmadan 13 xalı erməniyə verməklə bir siyasi göstərişi icra elədi. Bax, qucaqlaşmaq nə deməkdir? Unutduğun Xocalını, unutduğun 3000-dən çox şəhidi, unutduğun anaların göz yaşını. Sənə bu Azərbaycan xalqının südü haram olsun. Sənə bu şəhidlərin qanı, sən erməniyə oxşuyursan, sənin sifətindən erməni qızısan sən. Deyir, atam qazidir. Atan qazidirsə, atama dəyən o gülləni, o qəlpəni necə sindirib, necə ürəyivə basıb, onları qucaqlaya bildin. Şərəfsiz. Şəhid analarının, ümumiyyətlə şəhid ailələrindən üzr istəmək nə kimsə ucuzlaşdırmayacaq, nə də sən qəbahət işlətməmsən. Mən qəbahət işlətməmişəm, mən niyə üzr istəməyəm? Yardımlarımı edirəm. 3-4 ailə var ki, mən bunları heç vaxt heç yerdə öyünməmişəm. Çünki mən utanıram belə şey. Yardım etdiyimiz ailələr var, şəhid ailələr var, heç kim burada göstərir üçün nəsə deməyə məcbur deyil. Amma mən nəyə görə üzr istəməliyəm? Mən musiqili festivalda layiqli iştirakçı, layiqli xalını verdiyimə görə. Bir yerdə dəstəkləməyəcəyəm. Burada deyirsən ki, şəhid ailələrinə dəstək edirsən də, onu eləmək borcumuzdur.